Mən başa düşmürəm. Siz nə fikirləşirsiniz? Mən bu şirkəti özüm üçün açmamışam, sabah bağlayaram. Açmışam ki, siz də çörək qazanasınız. Amma işləmirsiniz. Zənglərə baxıram, ayda 200-250 zəng. Baxın da bu da cədvəl. Görün ən az kimdədir? Məndədir deyəsən. Əmi sənə qurban. Səndədir deyəndə 105 zəng 5 satış. Pis nəticə deyil. Tözəsən də. Mən səndəki potensialı bilirəm. Bilirəm ki, işi tam öyrəndikcə... Nə etədə? Bir vaxta başlamışıq da. Teymur, nəsə sözlü adam oxşayırsan. Narazısan elə bir. Deyən sənə də baxaq. Teymur Əliyev, 248 zəng, 32 satış. Bax, 248 nədir? Ha, bunu 2 zəng eləyib 250 eləmək olar da. Ha, bilmirəm nə tənbəllikdir bu cavanlarda. Ay balam, işləmək lazımdır, işləmək. Tərəzisi əyri olan rəhbər şirkəti ağ günə çıxarda bilməz. AES. Sistem ədaləti sevir.